звезда, пусть над тобой горит звезда, ведь в этом мире силы и ангел красоты. Salam kızlar. Kariyeri var. Bu ağacı mən elə belə gətirməmişəm. Kim yazılır olur ağacın kötüyü. Bu da onların qolları. Və nə qədər çox sizin qollarınız oldu, siz yaxşı qullar olacaqsınız. Statuslarınızı artıracaqsınız. Ona görə mən bunu sənə bağışlayıram. O gün olsun elit olasan, milli olasan və qızlar da sənin dalınca gəlsinlər. İnşallah. Mən yazılanda, mən də sizin kimi yazılmaq istəmirdim. Mənə xanım Sergeyeva Moskvadan gələn dedi ki, gəl yazıl. Dedim, yox, mən satan deyiləm. Mən özüm ministerstvoda işləmişəm. Özüm yəni işləmirəm də. Deyir, yox, gəl yazıl. Kremlər gözəldir. Gəldim, yazıldım. İnandırım sizə ki, 50 manat alanda mən papağımı göyədirdim. İndi mən daha da çox, 5.000-dən, 6.000-dən çox 3 həftədən bir alıram. Yenə də az. İstəyirəm, yenə də alam. Yəni siz burada mütləq, baydı 9% var da. 9%, 6%. Siz pes eləməyin. 9% da oldu, 6% da oldu. Sizin məqsədiniz olmalıdır. Şuurunuzu dəyişməlisiniz. Çünki biz bugün kapitalizmdə yaşayırıq. Əgər bilirsiniz, şuur nətərdir? Şuur nətər sən istəyirsən, o da olur. Deyir, niyyətin hara mənzilin olar. Əgər sən istəyirsən, hamı yazılıdır, heç kim istəmir. Əgər siz belə fikirləşirsinizsə, şuur sizə belə də deyəcək. Siz mütləq gələk şuurunuzu dəyişəsiniz ki, pozitiv danışasınız ki, yox, mən bunu mütləq özünüzə inanmalısınız. Firmaya inanmalısınız. Və məqsəd qoymalısınız. Hədəfiniz olsun ki, mən bunu eləməliyəm. Çox qədər mən məsəl üçün taksidə zadda gedəndə şoförə deyirəm ki, arvadın işləyir, deyir, yox, uşaqlara baxın. Dedim, uşaqlara baxmaq nədir? Paltar yumaq, xörəyini pişirmək. Uşaqlara baxmaq üçün onlara həyat eləmək lazım. Birinci də özünüzdən başlayın. Siz öz həyatınızı dəyişsəz, sizin o uşaqlarınız bir pillə yuxarı qalxacaq. O mühitdə yaşayacaq, deyəcək, yox, mən belə istəmirəm, belə istəyirəm. Sonra bax bu etirazlar da, məsəl üçün, yadındadır, deyir, mən gəlirdim Bərliyə, bunlar var.